İnşallah bundan da gözəl evlər sizlərə qismət olsun. Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Əminəm ki, hər biriniz yaxşısınız. Sizlərə çox gözəl, əla təmirli, yüksək keyfiyyətlə inşa olunan çox gözəl bir 4 otaqlı kubçalı həyət evini təqdim edirəm. Təqdim etdiyim həyət evi satışda olan bu qiymətdə, bu tipdə olan evlərdən həm keyfiyyət, genişlik və təmir baxımından çox fərqlənir. Qeyd edim ki, bu ev satışda çox qalmayacaq. Baxın, belə bir küçə görünüşü var. 2 yanaşı evdir. Küçəsi enlidir. Qaz, su, işıq, mərkəzi kanalizasiya, kubçası, hər bir şəraiti var. Yerdən kifayət qədər kürsüdədir. Adam boyu hündürlüyündə zirzəmisi var. Tikiliş zamanı qoşa kubikdən istifadə olunub. Kəməri atılıb, pəncərə üstünə kəmər, ümumi kəmər, mərtəbə arası monolit beton və ikinci mərtəbənin sonuna kəmər atılıb. Bu hissədə yerləşir bizdə, deməli, kombi otağı. Çox gözəl bir evdir. Otaqları da genişdir, təmiri də çox yaxşı. Qiyməti irəliləyən saniyələrdə qeyd edəcəm. Diqqətlə baxın. Qiymət də münasib bir qiymətdir. Və bütün otaqların altına baxın, keçmək mümkündür və rahat, yəni boy verir gəzmək üçün. Həyətyanı sahəsi də kifayət qədər genişdir. 2 maşın daxil ola bilir. Burada istəsəz besetka yığdıra bilərsiniz. Masazırın hündür ərazilərin birindədir. Yaxınlığında 6 nömrəli məktəb var. Eyvandan mən sizə ümumi ərazini təqdim edəcəm. Ərazinin necə hündür olmağına baxarsınız. Kürsü hissəsi ağlay daşdır. Fasad qabançıq daşlarla üzlənib və keçək evimizin daxil hissəsinə. Hörmətli izləyicilərimiz, təqdim etdiyim həyət evi 113 min manatla satışa çıxarılıb. Təbii ki, bu qiymət start qiymətdə indirim olacaq və nağd şəkildə satılır. Sənəd kubçadır. Pilləkənlərin lakı vurulacaq. İlk öncə mən sizə evimizin mətbəxini təqdim etmək istəyirəm. Mətbəx həqiqətən də çox gözəl, ideal genişlikdə olan bir mətbəxi var. Mətbəx mebeli yığılan isə betonlanıb, mebel arası kafel vurulub, kombi xətti çəkilib və mətbəxə də stula, divana, kresloya kifayət qədər yer var ki, mətbəx genişdir. TV xəttinə kimi atılıb. Döşəməsi laminatdır və qonaq otağı. Baxın, yəni fərqi özünüz hiss edəcəksiniz. Digər satışda olan evlərə baxdıqda həm uzunluğu, həm eni böyükdür bu evi. Təmir də çox gözəl, səliqəli, tavanda spotlar quraşdırılıb, aboylar açıq tonlu aboylardan istifadə olunub. Qiymət 113 min manatda indirim olacaq. Sanuzel, tavan, açma tavan, pilləkənin alt hissəsində şkaf yeri, əlavə damlığı yığmağa. Pilləkənin lakı dolğusu vurulub, tam hazır təhvil veriləcək qiymət daxilində. Yəni endirim olacaq və indirim əsasında hamamın aksesuarlarını, kombini quraşdıra bilərsiniz. Yəni endirim ona görə nəzərdə tutulur. Eyvan sahəsinin sonunda təqdim edəcəm, ümumi ərazini də təqdim edəcəm sizlərə. Evin damına çıxışı var. Qeyd edim ki, bu evin yataq otaqları, bir daha da qeyd edirəm, təkrarçılıq kimi çıxmazsa, digər evlərdən böyükdür bu ev. Yəni bu tipdə, bu ölçüdə, bu qiymətdə olan evlərdən otaqları çox böyükdür. Bütün pəncərələrin qabağı açıqdır. Və kiçik yataq otağı. Çox gözəl bir evdir. İnanmıram ki, bu ev satışda çox qala. Sanuzel, alıcı ilə satıcı arasında razılıqdan sonra aksesuarlar quraşdırıla bilər. Və eyvan. Eyvan da kifayət qədər genişdir. Baxın eyvana. Eyvan geniş, ərazi hündür. Baxın, buradan birbaşa Duz gölünü görmək mümkündür. Nə qədər hündür ərazidə olmağı baxın görünür. Hörmətli izləyicilərimiz, buyurub zəng edib maraqlana bilərsiniz. Sağ olun, salamat qalın.